Eşk olsun, eşk olsun. Salam Adil bəy, hər vaxtınız xeyirli olsun. Biz hal-hazırda Səbəd rayon məhkəməsinin qarşısındayıq. Hürriyyət TV kanalının rəhbəri Vüqar Tosulovun məhkəmə prosesi keçmədi. Prosesdə nələr oldu? Bugün bildiyiniz kimi ev tutsaxlığı vermişdik. Onun səhhətini, yaşını və eyni zamanda ehtimal edilən törətdiyi cinayətin ağır olmamasını və onu nəzərə alaraq ev tutsaxlığı vermişdik. Yəni məhkəmə təmin etmədi. Və eyni zamanda bugün bilmirəm səhhəti ilə bağlı idi, nə ilə bağlı idi. Prosesin haqqında ögüməyə başladı, qaytarmağa başladı. Yəni bu da bir daha sübut edir ki, yəni onun səhhətində ciddi problemlər var. Yəni onun ən azından səhhətinlə bağlı ev tutsaxlığına buraxmaq olardı. Özü də qeyd etdi ki, madam ki dövlət istəmir mənim danışmağımı, gedim evdə oturum, yəni nəvələrimlə oynayım. Adil bəy, həbsi nə ilə bağlayırlar, kimlə bağlayırlar? Ümumiyyətlə, hal-hazırda biz istintaq sirri olduğu üçün məlumat verə bilmirik. Amma bildiyiniz kimi hədəqortuyla tələb etməklə bağlı ittiham irəli sürülür. Amma ki, özü qeyd edir ki, onun həbsinin səbəbi məhz onun jurnalist kimi fəaliyyətidir və indi sərt tənqid mövqeləri olmuşdur. Və bir daha bəyan etdi, keçən həftə apellyasiya məhkəməsinə bəyan etdi. Bugün də bəyan etdi ki, lap mənim bütün məhdudiyyətlər tətbiq olunmaqla ev dustaqlığı mənə vacibdir. Ona görə vacibdir ki, mən səhhətimlə bağlı müalicə götürməliyəm. Yəni bizdə olan tibbi sənədlərdən də göründüyü kimi onun ürəyində ciddi problemlər var və özləri bugün prosesdə qeyd etdi ki, əməliyyata girməli idim. Həbs olunmamışdan bir neçə gün öncə həkimə getmişdim və tibbi sənədlərdə məndə var. Ürəyində ciddi problemlər var və bugün yəqin ki, çox ehtimal prosesdə qaytarması onunla bağlıdır. Növbəti addımlar nə ola bilər? Xəstəliklə əlaqədar. Xəstəliklə bağlı bizim əlimizdən gələcəyi bir şey, yəni vəsadətlər verilməkdir, ev dustaqlığı vəsadətləri verilməkdir və eyni zamanda istintaqın da diqqətini bu məsələyə cəlb etməkdir. Yəni biz üzərimizə düşəni eləyirik müdafiə tərəfi olaraq. Qaldı ki, yəni istintaqın qərarından asılıdır. Adil bəy, hər hansı bir istintaq prosesi deyilmi? Yəni şahidlər varmı, bilmə bilən hər hansı bir şirkət mi deyək, şəxs mi deyək? Bugünə qədər həbs olunub 31 oktyabrda, deyilmi? 29. Hə. 29 oktyabrda həbs olunubdur. Yəni mən prosesə qoşulduğumdan bu yana hər hansı bir istintaq hərəkəti olmayıb. Yəni bu da bir daha onu göstərir ki, onun jurnalist kimi fəaliyyətini neytrallaşdırmaq onun həbsinin arxasına duran əsas məqamdır. Özü də onu bugün dəfələrcə qeyd elədi. Rəsmi olmasa da, yəni mətbuatda yayılır ki, demək Veysaloğlu və Tufa şirkəti, Universal şirkəti Vüqar bəy haqqında onlara hədəqortu gəlməklə bağlı deyək ki, hədəqortu gəlibdir. Onlarla bağlı hər hansı bir istintaqda çıxışlar mı, şahidlər mi iştirak edir, yoxsa? Bilirsiniz, birincisi mən ümumi deyə bilərəm. Hər hansı bir istintaq, mən qoşulandan sonra hər hansı bir istintaq hərəkətləri olmuyor. Digər tərəfdən o qeyd edilən yəni adların hardan götürüldüyü mənə məlum deyil. Və bu barədə də yəni bugünkü gündə istintaq sirri olduğu üçün yəni hər hansı bir məlumat vermək də düzgün deyil. Qanun buna icazə vermir. Vüqar Tosulovunun ümumiyyətlə bu verilmiş 3 ay 13 gündən sonra buraxılma ehtimalı nə qədər yüksək? Yəni o ehtimalla mən hər hansı bir şey deyə bilmərəm. Yəni onu ehtimalla, yəni belə ehtimalları nəzərə alsaq bu yaşlı adam həbs olunmamalıdır. Və eyni zamanda etdiyi bir şey də yoxdur. Yəni həbs olunmamalıdır. Ehtimal əsaslanacaq. Bugünə qədər sizə hər hansı bir maddi sübut təqdim olunmur vəkil olaraq? Bizə o təqdim olunmur. O istintaq onu maddi sübutları toplayır. İş yekunlaşmayıb. O tip məsələlər istintaq yekunlaşarsa bizə təqdim olunmalıdır. Və hal-hazırda istintaq gedir və hər hansı bir prosessual addımlar yenə qeyd edirəm, mən qoşulandan sonra olmuyor. Yəni olacaqsa mən ailəsinə sadəcə ailəsinə məlumat verəcəm. Amma bununla bağlı verilən itham deyək ki, Cinayət Məcəlləsinin 184-cü maddəsidir. Bu isə bir dövlətə xəyanət deyil, hər hansı bir ağır cinayət deyil ki, bu bağlı çekirilsin.
yəni vəkilin bu məsələlərdən xəbəri olmasın. Yəni istintaq gedişi müddətində vəkilin ittihamlarla tanış olmaq kimi qanunda göstərişlər var. Biz Necə olur ki, 182-ci maddə ilə cinayət işi başlanılır, amma vəkilə materialın içərisinə baxmağa icazə verilmir. materialın içinə baxa bilmirik biz. Yəni yenə qeyd edirəm. Yəni Cinayət Prosessual Məcəllədə açıq-aşkar yazılır. Cinayət işi tam yekunlaşmamış. Bizim bütün materiallarla tanış olma imkanımız yoxdur. Biz sadəcə cinayət işinin gedişatında bizim iştirakımızla aparılan prosessual məsələlərdə çatımlılığımız var. Yəni o barədə məlumat verə bilərik. Amma ki qeyd edirəm ki, hər hansı bir prosessual hərəkət etmir. Deyək ki, sanksiya verirlər ya 3 ay 13 gün. Bu müddət ərzində siz hər hansı bir müdafiəni hazırlaya bilmirsinizsə, bu saxlanılan şəxs mütləq şəkildə içəridə bu müddəti qalmalıdır və siz heç bir müdafiə edə bilmirsiniz. Yalnız ev tutaqlığı və yaxud da hər hansı bir irəli sürdüyünüz iddialarımız olur ki, bəlkə də bu çıxsın, biz bunun müdafiəsini öz dilindən eşitdiklərimizlə aparaq. Bəs bu istintaq müddətində necə qurur bu müdafiəni? İstintaq müddətində ancaq bizim iştirakımızla aparılan prosessual addımlar yönündə biz müdafiəni qururuq. Bizim iştirakımızla bağlı hər hansı bir prosessual addım aparılmıyor. Ama da sonunda bir soru verin. Bir işçi gücünün Mövcə mətbuatında gündəmdə deməli zəbt edən bir məsələ var. Dövlətə xəyanətlə bağlı olan Ramiz Mehdi adlı bir şəxs ev dustaqlığına buraxılarkən Vüqar Məmmədovu ittiham olunduğu maddə bir o qədər də ciddidir. Bunun ev dustaqlığına buraxmaması nə ilə bağlı? Buraxmaması Vüqar Məmmədovun Cinayətin ağırlıq dərəcəsində. burada cinayətin ağırlıq dərəcəsi deyil, şəxslər önəmlidir. Vüqar Məmmədovun Ramiz Mehdiyev olmadığı üçün onu ev dustaqlığına buraxmayıblar. Və bu qədər bəsit. Teşekkür ederim. Sağ olun. Sizinki başlayır abi. Sağ ol.